isə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn baş leytenant Mahir Dadaşzadədir. 30-dan çox əskərini mühasirədən çıxaran və uğurlu əməliyyatla Füzuli istiqamətində düşmənin postunu ələ keçirən qəhrəman şəhidimizin həyat və döyüş yolunu nəzər salacağıq. Əməkdaşlarımız onun doğulub boya başa çatdığı Beyləqanın Allahyarlı kəndində yaşayan ailəsi ilə görüşüb reportaj hazırlayıblar, izləyək. Ağır təbiətli, vəfalı, vətənpərvər, səmimi, ailəcanlı. Mahir daha çox bu xüsusiyyətləri ilə seçilirdi. Anaya da çox qayğısı güclüydü, atasına daha çox bağlıydı. Həmişə evdə o seçilirdi. Adı kimi işinin də mahir idi. Ali hərbi təhsilini bitirdikdən sonra ön cəbhədə xidmətə başlamışdı. Tağım komandiri, daha sonra isə bölük komandiri vəzifəsinə yüksəlmişdi. Gənc zabit Aprel və Tovuz döyüşlərində şücaəti ilə seçilmişdi. Sonra isə Vətən müharibəsində rəşadəti ilə dastan yazan oğullarımızdan oldu. Düşmənə qarşı 30 gün mərdlik ilə döyüşdü. Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. 30-dan çox yaralı hərbçini döyüş meydanından çıxardı. Oktyabrın 26-sında Füzuli istiqamətində şəhadətə yüksəldi. Mahirin də bu yola, bu sənəti sevməyi bəlkə də mənim elə birinci Qarabağ mərasımında iştirak eləməyim olubdu. Mahir mənim həm dostum idi, həm o evladım idi, həm mənim həyatda kompasım idi. Mahirin atası olmaq mənim üçün çox qürur vericidir. Ən qorxduğu şey onun hansı bir anayasa şəhid verməyi idi. Amma ilk şəhidi öz anasına verdi. Həmin gecəsi 46 şəhid oldu onların yanında. Ona görə də Mahirin ən axırıncı sözü mənə o olur. Ki, mənə dua elə, mənim heyətimə dua elə. Birinci, heç kim şəhid olmasın. İkinci də mən heç bir anaya şəhid verməyim. Ona görə də elə özü şəhid oldu, sonra yanındakilər şəhid oldu. Xoşbəxt valideynik ki, bizim Mahir kimi evladımız var. Bizim şəhidlər kimi evladlarımız var, qazilər kimi evladlarımız var. Ailəli olsa da ona övlad payı qismət olmur. Amma ocağında onun böyük sevgisini ömür gün yoldaşı yaşadır. 25 axşam danışmışdım. Normal danışdıq. Sadəcə bir şey dedi ki, yəni sadəcə mən də səbirli insanam. O da özü də dedi ki, daha səbirli ol. Özün bildiyin yolda ged. Heç nə səni sarsmasın. Bir də bir söz var idi ki, biz zabitlərin həyat yoldaşı arxa cəbhədə döyüşən əsgərlərdir. Əmanət, onun hörməti, onun sevgisi, onun qayğısı, həyatıma qatdığı bir çox şey. Mən ondan səbirli, təmkinli olmağı, göz yummağı, hadisələrə göz yummağı öyrənmişəm. Mahir uğurlu əməliyyatla Füzuli istiqamətində düşmənin postunu ələ keçirməyə nail olur. Hansı ki, indi həmin post onun adını daşıyır. Ölümündən sonra 3-cü dərəcəli rəşadət, vətən uğrunda, döyüşdə fərqlənməyə görə, Füzulinin azad olunmasına görə orden və medalları ilə təltif olunub. Şamilə Şamil qızı Kamran İsayev, ASTV Xəbər.